Sual cümləmizdir. Interrogativ sentence bölməsinə aiddir. Əvvəlcə mən bura düsturumuzu yazıram. Sual sözü, üstə gəlinsin köməkçi feil, üstə gəlinsin mübtəda xəbər. Bu bir düsturumuzdur. Bunu bir yerə qeyd edirsiniz. Əlavə olaraqdan sizin üçün ikinci düsturumuzu qeyd edirəm. İkinci düsturumuz hansı şəkildə olur? Mübtəda, deməli, daha doğrusu sual söz üstə gəlinsin xəbər şəklində. Yəni sual sözün tərkibində mübtədası olur. Məsələn, who və whatdan sonra who və whatdan sonra birbaşa xəbər gələ bilər. Və başqa nə vaxt bu şəkildə ola bilər? Deməli, bir də isimlə işlənən sual sözləri, çünki axı mübtəda olmalıdır, isimli işlənən sual sözləri. Bunlar hansılardır? İsimlə işlənənlər hansılardır? Məsələn, how many, how much, what'un özü which'dən sonra da gələ bilər. Amma hökmən yanında isim olmalıdır. Deməli, which'dən sonra da gələ bilər. Əlavə olaraq how many, how much, what, which, deməli, whose. Bunlardan sonra, yəni qısaca açıq isimlə işlənənlər. Onlardan sonra da birbaşa xəbər gələ bilər. Gəlin baxaq indi. Düsturumuzda how many letters, sonra köməkçi feil gəlməlidir, yoxdur. Burada olmalıydı. Baxın, tam olaraq burada. Silirik. How many letters were written? Baxın, isimli formadır. Sual söz, sonra isim gəlibdir. Letters, sonra were written. Mübtəda xəbər yoxdur. Birbaşa xəbər gəlibdir, ortada mübtəda yoxdur. Düzdür bu. How many letters did you write? Aha, düzdür burada. Çünki sual söz, köməkçi feil, mübtəda xəbər. Burada da sual söz plus xəbər. Düzgünüydü. Bu da çıxılır. 4-ə baxaq. How many letters did you write olmalıydı? Bilirik ki, qayıdır əvvəlki formaya feil. 4. Düzgün cavabımız deməli oldu 2 və 4. Yox, 2 və 3. 2 və 3 üzrlü sayın. Aha, 2 və 3. A variantı. Qoyun təzədən qeyd edeyim.